Yay deyəndə adətən qızmar günəş, yamyaşıl meşələr, buz kimi bulaqlar, bir də dəniz və çimərliklər yada düşür. Azərbaycanda Xəzər dənizinin sahillərində kifayət qədər müxtəlif adla tanınan çimərliklər var. Onlar içərisində ən böyüyü və ən yaraşıqlısı Sibriz dəniz kurortunun çimərlikləridir. O, paytaxt Bakının mərkəzindən təxminən 30 kilometr aralıda Nardaran qəsəbəsində yerləşir. Bu dəfə onu tanımaq və kəşf eləmək üçün buradayıq. Bura Sibrizdir. Yayın ən uzun günlərində Xəzərin səsi şəhərin səsindən daha çox eşidilir. Bura həm dincəlmək, həm də dəniz havası almaq arzusunda olanların məkanıdır. Azərbaycanın dənizlə münasibəti qədimdir. Xəzər dənizi təkcə sərhəd və ya coğrafi xəritədə bir mavi zolaq deyil. O, şəhərin yaraşığı, insanların istirahət yeri, xoş dəniz qoxusu, yayda isə günəşin altında həm əyləncə, həm də dinclikdir. Xəzər dənizi yer kürəsində ən böyük axmayan göldür. O, Avropa və Asiyanın kəsişməsində yerləşir. Xəzər dəniz ölçüsünə malik olduğuna görə onu dəniz adlandırırlar. Suyun səviyyəsi dəyişkəndir. Okeana çıxışı olmayan ən böyük su hövzəsi Xəzər, dünya göl sularının 44%-ni təşkil edir. Ətrafında 5 ölkəni birləşdirən Xəzər dənizi həm sərhəd, həm də nemətdir. Uzunluğu təqribən 1200 kilometr, maksimal eni 466, minimum eni isə 204 kilometrdir. Xəzər dənizinin sahil xəttinin uzunluğu təqribən 6380 kilometrdir ki, onun da 825 kilometri Azərbaycan Respublikasının payına düşür. Bu uzunluq boyu çimərlik mədəniyyəti tədricən formalaşır. Hər il həm paytaxt Bakıda, həm də bölgələrdə sahil boyunca yeni çimərlik məkanlarının sayı çoxalır. Əvvəllər sadə, bəzən nizamsız olan çimərliklər indi müasir turizm mərkəzlərinə çevrilir. Artıq çimərlik dedikdə təkcə suya girmək yox, orada vaxt keçirmək, idman eləmək, dostlarla, ailə üzvləri ilə ünsiyyət və istirahət eləmək anlayışı formalaşıb. Azərbaycanın paytaxtı Bakıda, eləcə də Xəzəryanı bölgələrdə yazın gəlişi ilə dənizin nəfəsi, qağayıların səsi, küləyin rəqsi daha parlaq şəkildə hiss olunur. Bunlar sanki dəniz mövsümü başlayır xəbərini ötürürlər.
Xəzər sahilində müasir çimərlik anlayışını sizə ən çox hiss etdirəcək dəniz kurortu Sibrizdir. Sibriz Azərbaycanın paytaxtı Bakı şəhərinin ən məşhur çimərliklərindən biridir. O paytaxtın mərkəzindən 30 kilometr aralıda Nardaran qəsəbəsində yerləşir. Sibriz sadəcə istirahət məkanı deyil, o bir həyat tərzidir. Müasirliyi ilə fərqlənən Sibrizdə hər şey bir konsept üzərində qurulub. Dənizlə birlikdə yaşamaq. Səhərin ilk saatlarında sakitlikdir. Amma günortaya doğru burada ritm dəyişir. Hər yer yay enerjisi ilə dolur. Unikal bir kurort və yaşayış kompleksi Sibrizin mülayim iqlimi, isti dənizi və geniş qumlu çimərlikləri müasir səyahətçilərin ən yaxşı seçimi sayılır. Geniş çeşiddə əmlak və otellər, dəbdəbəli restoranlar, spa və fitness mərkəzləri Xəzər sahilində tətilinizin emosiyalarla dolu keçəcəyini vəd edir. Sibriz şəhər kurortunda çimərliklər kilometrlərlə uzanır. Burada tək çimərliklər deyil, böyük əyləncə mərkəzləri, restoranlar, kafelər, lüks otellər, yaşayış kompleksləri, yamyaşıl parklar var. Bir də onu qeyd edeyim ki, Sibrizdə tez-tez konsertlər, festivallar və sərgilər keçirilir. Bir sözlə, yayınızı yadda qalan eləmək istəsəz, Sibrizə gəlin. Xəzərin bu sahilləri sadəcə bir çimərlik deyil, tam bir yay şəhərciyidir. Qızıl qum, ağ pavilyonlar, açıq havada kafe və restoranlar, musiqi səhnələri, idman və yoga zonaları, bütün bunlar bir məkanda toplanıb. Qızmar günəş, isti qum, gözəl ab-ı hava, dalğalanan zümrüdü dəniz, bütün bunların hamısını Sibriz çimərliklərində tapa bilərsiniz. Ümumiyyətlə, hər il Sibriz çimərliklərinə dincəlmək üçün 10 mindən çox insan gəlir. Burada müxtəlif çeşidli, müxtəlif cür çimərliklər var. Bir sözlə, Xəzərin sahilində, qumlu çimərlikdə dincəlmək, istirahət etmək üçün Sibriz əla seçimdir. Sibrizdə qurulan infrastruktur son illərdə çimərlik anlayışını çox dəyişib. Burada hər kəs özünə uyğun dinclik və əyləncə tapa bilər.
Burada həyat fərqli canlanır. Sibrizin seyrinə çıxanda siz bunu daha yaxşı hiss edə bilərsiniz. Bura zövq və yeni tərz məkanıdır. Sibrizdə günəş şüaları altında dincəlmək, dənizdə üzməklə yanaşı, qayıqla sahil boyu gəzmək də olar. Dənizdən şəhərciyi seyr eləmək sizə başqa bir zövq verəcək. 2025-ci ildə fəaliyyətə başlayan Sibriz Marina Yaxt Klubundayıq. İndi biz qayığa minib Sibriz çimərliyini Xəzər dənizindən görəcəyik. Hava yaxşıdır, düz bir balaca meh var, amma dənizdə çıxmaq olar. Yay vaxtı Xəzər dənizində qayıqla gəzməyin başqa bir həzzi var. Burada Xəzər dənizi mümkün gözəlliklərini, bütün parlaqlıqlarını sizə nümayiş elətdirəcək. Sibrizdə olanda bu imkandan, yəni Sibriz Marina Yaxt Klubunun imkanlarından mütləq istifadə edin. Bu məkan dənizlə birlikdə yaşamaq konsepti üzərində qurulduğu üçün tək istirahət yeri deyil, o yeni bir həyat tərzidir. Sibrizdə hər detal turizm baxımından düşünülüb. Giriş sistemindən tutmuş su xilas etmə xidmətinə qədər. Burada həm ailələr, həm də gənclər üçün ayrıca zonalar var. Hətta xüsusi səssiz istirahət yerləri də yaradılıb. Yay mövsümü təkcə istirahət vaxtı deyil. O həm də bədənin və ruhun yenilənməsi vaxtıdır. Dəniz suyu tərkibindəki duzlar və minerallar isə immuniteti gücləndirir. Günəş D vitamini üçün təbii mənbədir.
Bəlkə də dənizin ən böyük faydası onun ruhu dinləndirməsidir. Dalğaların səsi ruhun ən gözəl terapiyasıdır deyirlər. Ənənəvi gəldim, girdim, çıxdım çimərlik anlayışı artıq dəyişib. İndi hər gün sahildə fərqli həyat yaşanır, paylaşılır və xoş xatirə kimi yaddaşa yazılır. Sibris'in həm pullu, həm də pulsuz çimərlikləri var. Bura giriş azaddır, yəni pulsuzdur. İstədiyiniz vaxt gəlib, istədiyiniz qədər günəşdən, dənizdən, buradakı ab-havadan həzz ala bilərsiniz. Onu da qeyd edeyim ki, Sibris çimərliklərinə həftə sonu paytaxtın Koroğlu metro stansiyasından avtobuslar gəlir. $500 hektarlıq yerli əhatə eləyən, artıq bir neçə ildir fəaliyyət göstərən Sibris həm yaşamaq, həm də istirahət eləmək üçün əla məkan kimi statusunu qoruyub saxlayır. Uşaqlar üçünsə əyləncə növləri o qədər çoxdur ki, onların ərazidə maraqlı vaxt keçirməsi üçün bir gün bəs eləmir. Sibris'in ərazisində uşaqlar üçün bolluca əyləncə növləri var. Ərazidə yerləşən sirk isə həm uşaqlar, həm də böyüklər üçün maraqlı bir əyləncə olacaq. Biz də istədik ki, bu əyləncənin sehrinə düşək. Sibrisdə keçirəcəyiniz saatlar ya günlər maraqlı və yadda qalan yay istirahətiniz olacaq. İsti, günəşli yayın həzzini çıxarmaq üçün burada hər bir şərait var. Bütün bunlar Sibrisi dünya səviyyəli bir kurort halına gətirir. Əmin olun ki, burada emosiyalar bolluğuna düşəcəksiniz. Xəzərin sahilində salınan bu dəniz kurortunda dincəlmək, əylənmək, ünsiyyət və sağlamlıq üçün kəşf edəcəyiniz çox şey var. Azərbaycanda 2025-ci ildə rəsmi qeydiyyatdan keçmiş 54 çimərlik fəaliyyət göstərir. Onların əksəriyyəti Abşeron yarımadasında yerləşir.
Yeni qurulan çimərliklərdən biri də Şivalan ərazisindədir. Sibiriz dəniz kurortu kimi Şivalan da Abşeronda ən çox ziyarət olunan sahillərdən biridir. Bakıdan təxminən 35 dəqiqəlik məsafədə yerləşən Şivalan çimərlikləri son vaxtlar yenilənib və abadlaşdırılıb. Burada səs-küy az, rahatlıq isə çoxdur. Burada hər şey sadə, amma düşünülmüşdür. Tullantı üçün konteynerlər, xilasedici qüllələr, uşaqlar üçün oyun sahələri və rahat kölgəliklər. Ən önəmlisi isə suyun təmizliyi. Bir vaxtlar bura yalnız yerli sakinlərin tanıdığı sakit qumlu bir sahil idi. İndi isə düzənlik, qum, səliqə və təhlükəsiz sistemi ilə yeni bir istirahət zonasına çevrilib. Təbiiliyi seçilən bu çimərliklər ailələr, uşaqlı turistlər və dincəlmək istəyən hər kəs üçün çox uyğun istirahət məkanıdır. Statistikaya görə Azərbaycanda 200-dən çox çimərlik ərazisi var. Bunun da 80%-i Bakı və Abşeron yarımadasının payına düşür və hər il bu çimərliklərin sayı artır. Bu mövsümdə Şivalan qəsəbəsində Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə bir neçə ictimai çimərlik yaradılıb. Bu çimərliklərdə insanlar ailəvi istirahət eləyir və aktiv əyləncə ilə məşğuldurlar. Bu ərazilər əvvəllər biraz unudulmuş görünürdü. Amma indi həm yerli sakinlər, həm də şəhərdən gələn turistlər üçün ideal yerə çevrilib. İnsan burada dənizin səsindən, günəşin istiliyindən, əsən mehdən həzz alır. Burada yayın ən gözəl vaxtını yaşamaq olar və bu vaxt sizə zövq verəcək. Şəhərin mərkəzindən uzaq, bəzən də baxımsız qalan bu sahillər indi ölkənin ən dinamik turizm istiqamətlərindən birinə çevrilib. Azərbaycan Dövlət Turizm Agentliyinin məlumatına görə son 5 ildə Xəzər sahili boyunca 30-dan çox yeni çimərlik zonası yaradılıb. Xəzər dənizinin sahilləri indi gündəlik həyatın ayrılmaz bir hissəsidir. Yay fəslində insanlar sahilə gəlir, çimir, əylənir, dənizlə nəfəs alır və yayı yaddaşlarına ən gözəl fəsil kimi qeyd edirlər. Axşam gün batanda dənizin səthi qızılı rəngə boyanır. Dalğalar sahilə asta-asta toxunur. Onların parıltısından göz çəkmək olmur. Bu gözəlliyi özünlə aparmaq istəyirsən. Amma şair demişkən, necə aparasan? Dəniz, dənizdir. Sahildə insanlar bəzən sakitcə dənizə baxır, bəzən şəkil çəkir, bəzən də sadəcə susur.
Hər gələn buradan biraz rahatlıq, biraz da enerji aparır. ...2024-cü ilin statistikasına görə Xəzər sahillərinə gələnlərin sayı 1,2 milyon nəfəri keçib. Belə görünür ki, burada dəniz çox insanları birləşdirir. Xəzər indi şəhərin ritmini dəyişən bir mədəniyyətin parçasına çevrilib. Buna görə də Xəzərin sahilində həyat cəlb edicidir. Onu kəşf eləmək isə gözəldir. Xəzərin özü kimi.